Cənablar, bizim ölkəmizə dörd bir tərəfdən ağzı sulana baxanlar var. Bir yandan İngilislər, bir yandan Bolşevik Rusiyası. Gəlin unutmayaq ki, İngilislər bizim müttəfiqimizdir. Hökumətimizi də çoxlarından qabaq onlar tanıyır. Hələ daxili düşmənlərimizi demirəm. Qulağımızın dibindəki daşnaqları, menşevikləri demirəm. Heç bolşeviklər də uzaqda deyil. 11-ci ordu Dağıstanda gözləyir, bir himmədən. Bəli, biz biraz da oturup gözləsək, onlar bizim başımızın üstü oturacaqlar. Tamamilə doğrudur. Deməli, bolşeviklər yine baş kaldırırlar. Mədənlərdə yenə inqilabı vərəqələr yayırlar. Qoymurlar fəhlələri dinç oturmağa. Əsgərlərin də arasında heç vəziyyət yaxşı deyil. Ən təhlükəlisi donanmadı. Bir belə düşmənin qarşısında davam getirmək üçün bizə güclü qoşun lazımdır. Biz Bakıya dörd tərəfdən səs çəkməliyik. Siz nə fikirdəsiz, cənab hərbi nazir? Orası düzdür, qoşun lazımdır. İndiyəcən xeyli əskər toplamışıq. Yenə toplarıq. Daşnaqlarla, menşeviklərlə mən bilən bacararıq. Ancaq Rusiya ilə vuruşmaq fikri xam xəyaldır. Niyə cənab nazir? Yoxsa bolşeviklərdən qorxursuz? Mən istəməzdim ki, bu sözü bir də eşidəm. İndiyəcə namusla xidmət elədiyim, pavonlarını çiynimdə gəzdirdiyim bir ölkəyə qarşı silah qaldıra bilmərəm. Siz deyən Rusiya ayrıydı. İndiki Rusiya ayrı. Xeyr, mən bir Rusiya tanıyıram. Buyurun, tanış olun. Vrangel ordusunun keçmiş zabiti Cənab Şəfi Bəyov. Mən çox şadam ki, sizin ölüm xəbəriniz yalan çıxdı. Ölkəmizin belə ağır günündə vətənə qayıtmağınız da məni çox sevindirir. Düzdür. Elə polis rəisini də təbrik eləmək olar. Gözünüz aydın. Ürəkdən təbrik edirəm. Doğrudur, Leyla xanımın başına gələnlər faciədir. Ancaq bu faciədə necə deyərlər, ilahi bir şeiriyyət də var. Başlayın, deyəsən, mən çox hissə qatıldım. Hə, istərdim ki, diviziyalarımızdan birinə komandirlik eləyəsiz. Əskərlərin hərbi hazırlığına fikir vermək lazımdır. Yeni qoşun hissələrdə təşkil eləməliyik. Götürək elə hərbi donanmanın komandanını. O da Şəfi Bəyov kimi qürbətdə idi, özü də harda, Peterburqda. Çağırdıq, gəldi. Demək olar ki, bütün qırmızı Rusiyanın içindən keçib millətin harayına çatdı. Bu özü elə onun igidliyinə bir sübutdur. Ya onun igidliyinə, ya da ki... Ya da ki nə? Bununla nə demək istəyirsiniz? Onu demək istəyirəm ki, gəmilərin biri də döyüşə hazır deyil. Məndə olan məlumata görə gəmilərdəki toplar çaxmaqsızdır. Çaxmaqları oğurlayıblar. Mən 2 gündür ki, o çaxmaqları axtarıram. Axı çaxmaqlar çoxdan uğurlanıb. Gəmilər təmirə dayananda. Mən biraz gec xəbər tutmuşum. Çox pis. Niyə mənə xəbər verməmisən? Keyfinizi pozmaq istəmədim. Onsuz da bu gün səhərdən keyfim pozan tapılıb. Teleqaz. Hə. O bunu neçə gün qabaq da eləyə bilərdi. Məncə o bu oğurluqdan hamıdan qabaq xəbər tutub. Sizin bu düşmənçiliyiniz məni lap dəli eləyəcək. Heç kəsə inanmır. Nə sən Tirekassan, nə Tirekassanə. Əyləş. Nərimanov da
Həştərxandan telegram vurub məni hədəliyir. Yaxşı. Əgər mən bu hökumətin başçısıyamsa, siz də onun bir cüt vuran əlisiz. Çalışın bir-birinizdən dil tapın, dost olun. Cənab Tlexasın dostu ingilislərdir. Yaxşı, yaxşı. Kinli olma. Onu bil ki, bizim bu şəhərdə Tlexasın hər addım başı öz adamı var. Hər küçədə, hər evdə. Şəhər ayrı, dəniz ayrı. Nəyin bahasına olursa olsun, sən o çaxmaqları tapmalısın. Unutma ki, Respublikanın taleyi bundan asılıdır. Elə sənin özünün də. Əgər tapmasan, səni tribunal gözləyir. Tribunal olmayacaq. Əgər tapmasam, özümü öldürərəm. Səhərdən axtarmadığımız yer qalmıyor. Bütün Bakı səni axtarır. Nə oldu, nə xəbər var? Güman gələn yerlərdə axtarış aparmışam. Heç nə tapa bilməmişəm. Bircə gemi qalır. Orada da axtarış aparmaq üçün sizin icazəniz lazımdır. Ona gəmidə elə. Hə, İngilis gəmisi. hayır. Nə danışdığını heç fikirləşirsən? İstəyirsən ki, beynəlxalq münaqişə düşsün? Yox, sadəcə olaraq axmaq yerində qalmaq istəmirəm. Əminəm ki, çaxmaqlar o gəmidədir. Bilmirəm. Nəyin bahasına olursa olsun çaxmaqları tapmalısan. Hə, mən axşam Türk ocağında olacağım. Onu da deyim ki, səni maraqlandıran İngilis də orada olacaq. Salam cənab başnazir. Aa, salam şair. Səni görməyimə çox şadam. Mən də. Gimnaziyada bir yerdə oxumuşuq. Ha? Elə o vaxtlar da gözəl şeirlər yazardı. Elə sən də o vaxtlar pis yazmırdın, Ha, amma eşitdim. nədənsə şair ola bilmədin. Ey, Hey. Mən elə indi də hərdən boş vaxtım olanda oturub yazıram Doğrudan? özüm üçün, ha. elə isədir nə oxu. Elə burada? Ha, nə olur? Yox, yaxşısı budur, başqa bir vaxtda, başqa bir yerdə. Mən sənin dalınca adam göndərərəm. Yaxşı, Aha, gözləyəcəm ha. gözlə. Cənab başnazir, həyəcanlanmayın. Şar yox, deyirəm. Sakit oynayın. Deyirlər siz Peterburgda bilyard oynamaqda çıxarmısınız. Bəlkə... Ha? Cənab Ro, əgər etiraz eləməsəydiniz, oyunun ardını bizim komandan davam etdirərdi. Onsuz da uduzmuşam. Hə, razıyam. Salam cənab başnazir. İş barəsində sonra. Otur şeirə qulaq asaq. Nə? Dünyaya baxdıqca gözün yaş olur. Bu cürə ömürdən ölüm xoş olur. Bu dünya gah balı, gah da quş olur. Hər əldən sürüşür, hər əldən çıxır. Hər əldən sürüşür, hər əldən çıxır. Şeir deyil, möcüzədir, möcüzə. Elə sən də pis yazmırsan. Ha? Hı? Hərdən adam istəyir hər şey yatsın, çəkilsin bir xəlvətə, elə şeir yazsın, şeir yazsın. Amma kimdir sənə o imkanı verən? Niyə? Sizə bu imkanı vermək üçün dərdən qabıqdan çıxanlar var. Ha? Cənab başnazir, dövlət çevrilişi hazırlanır. Sən zarafat edirsən? Yox, bu dəqiqə dövlətin taleyi sizin əlinizdədir. Mən neynəməliyəm? İngilis gəmisində axtarış aparmaq üçün mənə sizin icazəniz lazımdır. Sənə dedim ki, bu mümkün deyil. Qorx ki, axırda bunun bir xatası çıxsın. Kim deyir ki, mən orada axtarış aparacağam? Mənim o gəmiyə heç ayağım da dəyməyəcək. Mənə sizin bircə kəlmə sözünüz lazımdır. İcazə verirəm.
Vəssalam. De o bir kəlmə sözü. Söz nədir ki? Havadır. Dedin, uçtu getdi. De. Yaxşı. İcazə verirəm. Yox. Siz o sözü mənə deyəndə bir nəfər də eşitməlidir. Kim? General gubernator Tlexas. İcazə olar? Salam. Bir şey öğrenebildiniz? Yox. Susurlar. O zülmü ki biz onlara veririk. Daş da olsaydı dinlerdi. Zülm eləmək əlinizdən gəlir. Amma gözünüzün qabağında Bakının nefti daşınır Həştərxana, Həştərxandan Bakıya silah getirilir. Bundan xəbəriniz olmur. Əliniz qoynunuzda durub tamaşa edirsiniz. Sənin necə? Bu hadisələrdən xəbərin var, cənab komandan? Sizə düzgün məlumat verməyiblər. Cənab baş nazir. Neftə nəzarət mənə tapşırılıb. Onun hər damcısına başımla cavabdehəm. Hə. O ki qaldı Həştərxandan gələn silaha, bu yəqin ki bolşeviklərin işidir. Sizə söz verirəm. Düşmən həsrət qalacaq Bakı neftinə. Yeri gəlmişkən, o tutulan Həştərxanlılar haqqında nə etmək fikrindəsiz? Asmaq. Hamısını bir qüvvə meydanında asmaq lazımdır ki, o biri başevikləri də dərs olsun. Deməli, sənin adam asmağın da var. Neçə dəfə sizə demişəm ki, əl çəkin bu feodal cəza üsullarından. Biz demokratik ölkədə yaşayırıq. Güllərin, yazıq qız. Axmaq bir faytonçunun güdazına getdi. Qorxuram elə biz hamımız belə axmaq faytonçunun qurban olaq. Məncə cənab komandan bir qədər şişirdir. O ki qaldı Leyla xanımın qəziyyəsinə. Burada məncə heç bir qərəz ola bilməz. O fayton məni öldürməli idi. Leylanı yox. Onun hardan sürət götürdüyünü də mən yaxşı bilirəm. Hardan? İngilis gəmisindən. Bu kilapaq oldu. Cənab baş nazir, bu günahsız qızın qəbri üstündə sizdən xahiş edirəm. Elə bu gecə İngilis gəmisində axtarış aparmaq üçün mənə icazə verəsiz. İcazə verirəm. Necə? Bu ki, heç bilirsiniz bunun axırı nə ilə qutaraq? Ağalar, bura qəbristanlıqdır. Parlamentin icrası deyil.